Peygamber Efendimiz sallallahu aleyhi ve sellemin zamanında bir Yahudi kadın geldi. Peygamberimiz sallallahu aleyhi ve sellem evde yok. Ayşe anamız evde. Dedi ki Ayşe anamıza, "Mənə bir sadaka ver, mən dua edeyim, Allah səni qəbir əzabından qorusun." Ayşe anamız da belə bir şey eşitmədiyi üçün, "Get yalancı" dedi. "Elə bir şey yoktur" dedi. Kadın gitti, Peygamberimiz sallallahu aleyhi ve sellem Ayşe anamızdan gelende soruştu. "Ne var ne yok, necəsən?" Heç de bir yalancı geldi, bir Yahudi kadın geldi. Benden sadaka almak için dedi ki, "Dua eləyəcəm, Allah seni qəbir azabından korusun." "Sen ne dedin?" "Ben de dedim ki, elə bir şey yoktur, çık git buradan" de. Peygamberimiz sallallahu aleyhi ve sellem dedi ki, "Yok, yanıldın ya Ayşe" dedi. O kadın doğru söyledi, sen ise səhv elədin, yanıldın dedi. Qəbir azabı var dedi. Allah'ın selamı, rahmet ve bereketi, Aziz Minber TV izləyicilərinin, bizi sosyal şəbəkələrdə izleyen bacı ve kardeşlerimizin, aziz dostlarımızın üzerine olsun. Möhtərəm qardaşlarım, möhtərəm bacılarım, möhtərəm izləyicilərimiz, ahiret inancı bir insanda olmazsa olmazdı. Ahiret son demektir, son gün demektir, son vaxt demektir. Ahir bir işin nəticəsi sonu demektir. Bir insan ruhlar aleminden ana bətninə gəlir, ruhlar aleminde ölür, ana bətnində dirilir. Ana bətnində yaşayır, müəyyən müddət Cenab-ı Allah onu 6 aydan 9 aya kadar yaşatır. Ondan sonra orada ölür, bu dünya hayatına dirilir. Oradan Cenab-ı Allah onu bu dünyaya getirir. Bu dünyaya geldi, burada da müəyyən bir müddət Cenab-ı Allah'ın təqdir ettiği, bəzən kiçik yaşta, bəzən orta yaşta, bəzən qoca yaşta, hətta ərdəl ilə ömrün geri dönməsi kimi tam belə ömrün en ağır yerde sürünebilecek kadar hastalıklarla Cenab-ı Allah imtihan edir. Bu insanın bu hayatının sonu nece olur, nece yaşayırsa hayatının sonunu da o şekilde neticelendirmiş olur. Efendimiz sallallahu aleyhi ve sellem nece yaşayarsınızsa ele ölürsünüz, nece ölürsünüzse ele dirilirsiniz ve Allah'a hesap verirsiniz deyir. Yani son gün, ahiret gün inanmamız lazım olan, inanmamız vacip olan bu dünyanın adaletsizliğinden sığınabileceğimiz en güzel duracak, dayanacak yerdir. Son gün, ahiret günü hesapların güzel bir şekilde verileceği, hesapların herkesin hakkının birbirine verileceği bir gündür. Ahiret inancı bir müminde Allah inancıyla beraber mutlak şekilde olmalıdır. Cenab-ı Allah Kur'an-ı Kerim'de birçok yerde, yani Allah'a ve ahirete inananlar deyir. Allah'a ve ahirete inananlar. Kafirleri, münafıkları, dinsizleri, imansızları ise onlar Allah'a ve ahirete inanmazdılar deyir. Bunun da tersi. Ona göre bir mümin eşi kim gedip gelipdi, ora gedip gelen olup mu diye söyleyebilmez. Çünkü söyledik, ruhlar aleminden ana bətninə, ana bətnindən dünyaya, dünyadan ise qəbirə. Yani ora gedirik. Bu qəbir ise ya cennet bahçalarından bir bahçadır ya da cehennem çukurlarından bir çukurdur. Peygamber Efendimiz sallallahu aleyhi ve sellemin zamanında bir Yahudi kadın geldi. Peygamberimiz sallallahu aleyhi ve sellem evde yok. Ayşe anamız evde. Dedi ki Ayşe anamıza, "Mənə bir sadaka ver, ben dua edeyim, Allah seni qəbir azabından korusun." Ayşe anamız da böyle bir şey eşitmediği için, "Get yalancı" dedi. "Elə bir şey yoktur" dedi. Kadın gitti, Peygamberimiz sallallahu aleyhi ve sellem Ayşe anamızdan gelende soruştu. "Ne var ne yok, necəsən?" Heç de bir yalancı geldi, bir Yahudi kadın geldi. Benden sadaka almak için dedi ki, "Dua eləyəcəm, Allah seni qəbir azabından korusun." "Sen ne dedin?" "Ben de dedim ki, elə bir şey yoktur, çık git buradan" de. Peygamberimiz sallallahu aleyhi ve sellem dedi ki, "Yok, yanıldın ya Ayşe" dedi. O kadın doğru söyledi, sen ise səhv elədin, yanıldın dedi. Qəbir azabı var dedi. Hatta Peygamberimiz sallallahu aleyhi ve sellem iki naməlum qəbrin yanından keçirdi. Dedi ki, bu iki qəbirdəkiler əzab olunurlar ve elinden götürüp bir xurma, yaşıl bir xurma ağacını o qəbirlərin üzerine əkdi. Dedi ki, bunlar yaşıl qaldığı müddətcə umulur ki, inşallah Allah onların günahlarını, əzablarını xəfiflətər. Ona göre qəbirlərin üzerinde olan ot, yaşıllıklar hamısı qəbirdəki üçün zikretmiş olur. O zikrettiğine göre de Allah-u Teala ora əzabı indirmemiş olur. Qəbir bir müminin bu dünyadan gittiği zaman dünyanın son, ahiretin ise ilk menzilidir. Elə deyirlər. Qəbir dünyanın son, ahiretin ise ilk menzilidir. Qəbirdən necə karşılaşacaksa, ne ile karşılaşacaksa, neyi görecekse, ahirette de onu göreceğin bir muştusu, bir haberdarlığı var içinde. Ona göre müminin qəbri geniş olur, rahat olur. Çünkü mümin dünyada
Allah'a ve ahirete inanan birisidir. Mümin dünyada inandığına göre Allah Teala da onu orada muhafaza edecektir. Qəbrə necə hazırlaşmalı? Ölünün son dəmində, ölənin son dəmində nələr söyləməli? Birincisi, biz belə bir əqidədə, belə bir inancdayıq ki, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin də söylədiyi kimi, uşaq dünyaya gəldiyi zaman onu əlbəttə ki, halalı ilə yedirmək, içirmək, onu bəsləmək. İlk dil açdığı zaman isə Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ona la ilahə illallah və yaxud Allah kəlməsini və yaxud da İsra surəsinin 110-cu ayəsini əzbərlətməyi, öyrətməyi söylüyor ki, de ki, o elə bir Allahdır ki, onun nə bir ortağı yoxdur, nə bir yoldaşı yoxdur, heç bir şeyə ehtiyacı yoxdur. Onu təkbir elə, onu yüksəlt, onun böyüklüyünü söylə, dilinlə də söylə deyə o ayətin izahında belə söylənir. Ona görə bir insan ilk dil açanda la ilahə illallah öyrətmək lazımdır. Son nəfəsində də Peyğəmbərimiz sallallahu əleyhi və səlləm ölülərizə la ilahə illallahı təlqin eləyin. Yəni gözəl bir dillə, yavaş bir dillə, incitmədən ona söyləmək lazımdır. Bu iki, yəni ilk dil açanla son dili bağlanana qədər söylədi bu iki la ilahə illallah, onun arasındakı əlbəttə ki, küfürlər, inkarlar bir kənara, bir insanın yaşayışında hansı xatalar olursa olsun, Allah Teala inşallah bu iki la ilahə illallahın hörmətinə ilk söylənən və son söylənən hamısını, o günahlarını, xatalarını yandırıb kül eləyər və onu qəbir əzabından o şəkildə qorumuş olar. Bir, ölüyə təlqin eləmək, la ilahə illallah sözünü təlqin eləmək. Ölünü gözəl bir şəkildə yumaq, çimdirmək, bunu fıqh dərslərində söylüyor hocalarımız, böyüklərimiz, müəllimlərimiz, imamlarımız bunu söylüyorlar, öyrətirlər. Tərtəmiz, çünki insan öldüyü zaman ahirətə tərtəmiz getməli. Qüsul almaq orada bir fərz olur. Yəni fərzlərdən bir ümumi olaraq dünyada aldığımız qüsullar var. Bir də orada alınan qüsul fərzdir. Sonra gözəl bir kəfən. Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm ağappaq geyməyi tərcih edərdi və ölülərinizi də kəfəni ağ eləyin, bəmbəyaz eləyin. Çünki onlar bir-birlərinə qonaq gedirlər və bir-birlərinə bu gözəl paltarları ilə, libasları ilə mənim libasım gözəldir deyə aralarında belə bir fəxr edirlər, öyünürlər deyir. Bu da həqiqətən orada olan hadisələrin bizim ağlımızın üzərində olan bir şey olduğuna bir dəlalətdir, işarətdir. Sonra ölüyə borcumuz olan cənazə namazı. 4 təkbirdən ibarət bir ölüyə bir son vəzifəmiz, son borcumuz. Ölünü daşımaq böyük savablardandır. Qəbrinə yerləşdirmək, onu üzərinə torpaq atmaq və onu Rəbbi ilə və Rəbbinin elçiləri ilə bərabər buraxmaq. Qəbirdə nə olur? Qəbirdə nə hadisələr olur? Qəbirdə iki mələk gəlir. Tanınmayan, adına Münkər və Nəkir deyirlər. Münkər və Nəkir. Bu mələklər ikisi də tanınmayan, bilinməyən, gözləri göy, səsləri göy gürültüsü kimi, yəni belə əcaib bir varlıqlardır. Hətta burunları ilə yeri deşib girirlər deyir. O nə təri hadisədirsə, onu biz əlbəttə ki, gözümüzdən görə bilmirik. O qəbrin içində hazır olurlar və soruşurlar. Soruşduqları, mən Rabbuk, sənin Rəbbin kimdir? Əgər bir insan dünyada inanırsa, Rəbbim Allahdır deyə bilirsə, bunun arxasında həqiqətən səmimi bir şəkildə dura bilirsə, orada Rəbbim Allahdır deyəcəkdir. Mə dinuk, dinin nədir? Əgər İslamı sevirsə, İslamdan razıdırsa, dinim İslamdır deyə biləcəkdir. Əməl eləyibsə, ixlaslı olubsa, daha gözəl deyə biləcəkdir. Mən nəbiyyük, Peyğəmbərin kimdir? Bu sualı Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləm deyir ki, iki şəkildə ola bilir. Mən nəbiyyük yerinə mən həzər racul, bu kişi kimdir, bu adam kimdir deyə Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin orada mənən hazır olur. Yəni göstərir Peyğəmbərimizi, yəni şəklini, şəmailini də tanımaq lazımdır. Ona görə Peyğəmbər Əfəndimiz sallallahu əleyhi və səlləmin həyatını öyrənmək lazım və həyatımıza tətbiq eləmək lazım. Bu suallara cavab verə bilmək üçün əlbəttə ki, sənin sevdiyin bir Peyğəmbər. Çünki o Allahın sevdiyi birisidir. Allahın sevdiyini sən də sevərsənsə, Allahın sevdiyindən biri də sən olursan deməkdir. Ona görə qəbir suallarına gözəl bir cavab verən bir mömin əlbəttə ki, qəbir əzabı görməyəcəkdir. Amma qəbir əzabını kim görə bilər? Bu suallara cavab verə bilməyən kafiri, münafiqi, dinsizi, fasiki, Allah onların şərrindən cümləmizi mühafizə eyləsin. Allah onlar kimi olmaqdan hamımızı qorusun. Qəbir əzabına əlbəttə ki, Qurani Kərimdə bir ayət işarə edir Mümin surəsində.
Ama onun hakkında çok hadisler var. Peygamber Efendimiz sallallahu aleyhi ve sellem kabir azabından, cehennem azabından Allah'a sığının diye söylediğine göre biz de bilirik ki buna inanırıq. Yani kabirde azab olunacak mı, neye azab olunacak diye düşünebilirik. Ama insanoğlu şirin yatağında yatanda, isti evin içinde, eyni həmişə yattığı yatakta yatanda bazen güzel yuxular görür, bazen de böyle korkulu yuxular görür. Hiçbir yere gitmir. Bir evin içidir. Evin içinde hiçbir şey olmadığı halde onları görürse demek ki Allah Teala cennetin, cehennemin, o kabirdeki əzabın və yaxud oradaki rəhmətin bir təcəllisini bize bu dünyada göstermiş olur. Buna inanmak lazımdır. İnanmayan da ise, bunu inkar etmeye çalışanlar ise öz əleyhinə, Allah'a karşı öz əleyhinə çoxlu dəlillər toplamış olur. Allah onlardan olmaktan bizi mühafizə eyləsin. İnşallah gələn dərslərimizdə də qəbirdən sonraki hallar, qəbirdən dirilmələr, Allahın huzuruna getmək, hesab, mizan, tərəzi haqqında da söhbətlər eləməyə çalışacağıq. Allahın səlamı, rəhmət və bərəkəti üzərinizə olsun.